Bir dənə də bir şey var. Həmişə mən fikir vermişəm. Nəinki mən, başqa tatu ustalarının da işlərində baxırlar bizdə, ölkəmizdə olan. Biri hansısa xanımın bir belə deyək də sinəsinə ya ayağına, hər hansı bir yerinə, bir açıq yerinə tatu eləyən kimi sözlü kommentlər yazırlar. Qaqaş gələk biz tələbə götür, biz də orada tutaq orada, nə bilim, neyniyək, bizə tərbi təmizləyək, sən orada işləyəndə biz gəl baxaq orada. Yəni, belə həvəsim var, vaxtında gəlib örgən də. Gəl örgən işlə də özün üçün. Nə maraqdır, nə həvəsdir. Yəni, belə şeylərə iş qalır qıraqda, hər şey qalır qıraqdan. Adamın 4 saatlıq, 5 saatlıq əziyyəti qalır qıraqda. Nəyə baxırlar? Qaqaş, sən yaşayırsan da. Yaşayırsan da, bel ağrısından adam ölür hesabı suyu. Allah'ım. Yəni, pis mənada başa düşmür. Həqiqətən bel ağrısından adam ölür. Adam bütün güc yüklənir onun üstündən. Bizim bir tatuировщикimiz var. Adını çəkməyəcəm, reklam olacaq. Özü başa düşdü. Onun belə ağrı. Bizdə reklam yeri gəlmişkən pul ödənişlidir. Yəni biraz onun da reklam barəsində indi fikirləşirik ki, biz onunla ya Red Bull'la onunla əməkdaşlıq edirik ki, burada reklamları arada götürək, içək. İndi o yoxdur. İndi gözləyib bilmiyordur. Hələ ki su ilə başlamışıq. Su da gəlməyib. Oradakı güldür. Hələ ki gül qoymuş. Görək də burada nələr qoyacaq, nələr reklam edəcək. Mən bir baxım çəkiliş qaydasındadır. Bu yerin kəsərik. Təzəvi yarım saat danışırıq. Yoxlar. Əvvəlki motivasiya düşmür adam. Güzel adamın motivasiyası ölür. Görsəm bir arada beynimə vurur ki, görürəm işlər zəiflənəndə. Sən neyinsə işlərin zəiflənəndə? Mən yatıram. Nə bilim. Yatıram. Ya, depressiyaya düşəndə yatıram. Yatmaq həqiqətən insanı stressdən çıxardır. Çünki insan beyni stresli olanda aşırı yüklənir və yatmaq beynin qidası deyən bilirsiniz, düzgün yuxu. Düzgün yuxudan söhbət gedir. Amma yatanda həqiqətən kömək edir. Amma tam kömək eləmir də, yəni beyinə kömək edir. Problemi həll eləmir yatmaq.